Salam Aygün xanım. Salam, hər vaxtınız xeyir. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Mən də sizə. Hər zaman yaxşı olun. Çox sağ olun. Mən deyərdim ki, siz ilk dəfədir bu Topol 8 ilə bu səfəri qazanmısınız. Keçən dəfə siz aramızda yox idiniz, amma bugün bizimləsiz. Mənə elə gəlir ki, istər bizim komanda, istər öz komandanız, bütün Fabrik Azərbaycana ötürəcəyiniz bir mesaj var liderlərə. Onu ötürərdi zəhmət olmazsa. İlk öncə təşəkkürümü bildirirəm. Ümumiyyətlə bu ortamda olmaq mənə çox xoşdur. Uğurlu xanımların ətrafında olmaq, illərlə bu sahədə çalışan insanlarla mən də düzdür az müddət deyiləm, 7 ildir buradayam. 7 il ərzində burada belə deyim, çalışmaq və bugünkü gündə bu uğuru, bu nəticəni əldə etmək həqiqətən çox gözəl hisslərdir. Düşünürəm, məsələn, dünən axşam düşünürəm ki, ay necə oldu ki, bu yerlərə gəldim. Bəzən özümüzə sual veririk də, nələr atlatdıq, hansı dönəmlərdən, periodlardan keçdik. Təbii ki, mənim çalışdığım müddətdə pandemiya dövrü oldu, müharibə oldu, özümün həyatımda baş verən belə deyim, problemlər oldu, çox yaxınlarımdan itirdiklərim oldu. Amma mən düşünürəm ki, mən mübariz olmasaydım, mən səbirli olmasaydım, mən burada iradə, güc göstərməsəydim və düşünürəm ki, bu günləri bu yerdə olmayacaqdım. Məni burada saxlayan, daim təkrarlanan etdiyim hansı ki iş prinsipim oldu, planlamamız oldu ki, mən onu daim təkrar etdim. Heç zaman əksiltmədim. Təbii ki, körpə evladım da var idi o dönəmlərdə, müharibə dönəmində. Mən o dönəmlərdə yəni bir qucağımda uşaqla, yəni qızıl rütbəmi açmışam. Ardıca sonra yaqut rütbəmi açmışam, düşünün. Mənim üçün ən əsas mənim komfortum və rahatlığım idi ki, mən onu düşünürdüm, gələcəyi görürdüm ümumiyyətlə ki, düşünürdüm ki, Aygün, sən o həyatı yaşamalısan da, özümü orada gördüm. Birincisi, insan özünə layiq görməlidir. Yəni, düşüncəsində o, belə deyim, qıtlıq bilinci deyirləri, insan oradan çıxmalıdır ilk öncə. Mənə görə bu çox vacib bir amildir. Ki, sən şuur altında əgər hər hansı bir qıtlıqlar varsa, düşünürsən, bu məndə alınmaz, özünə bariyer qoyursansa, qoymamalısan. Əsas məqam budur. İnsanı uğura çatdıran mənə görə ən birinci məqam budur. Yəni mənim həyatımda belə olub. Çünki çox neqativlər yaşadım ard-arda. Elə bil ki, çox yaxınlarımı itirdim həmən dönəmlərdə. Amma məni bu sistemdə gücü saxlamağa məcbur eləyən, mən düşünürdüm ki, mən onsuz da bu həyatı yaşayıram, amma daha gözəlini yaşaya bilərəm. O Dünən Fatih xanım dedi, ən gözəl versiyanı yarada bilərsən də sən burada. Mən də düşünürəm ki, mən ən gözəl versiyamı, düzdür, tam hələ ən gözəl versiyamı yaratmasam da, amma bu yaşıma görə, bu 7 il ərzində aldığım, etdiyim nailiyyətlər, düşünürəm ki, mənim yaşıma görə və bu 7 il ərzində qazandıqlarım həqiqətən də məni bu günləri xoşbəxt edir. Eləyirmi? Bəli, eləyir. Çünki 37 yaşım var, 30 yaşımda, 29 yaşımda gəlmişəm bu şirkətə və bu nəticə mənə görə təbii ki də ürək açandır, yaxşıdır. Bugünkü gündə 5 rəqəmli maaş alırıqsa, istədiyimiz həyatı yaşayırıqsa, tamam bu yerində, yəni mənə xoşdur təbii ki bunlar, yaşamaq, hər kəsə də buna nəsib olsun. Və keçən illəri Brilliant direktorların belə bir səyahəti oldu. Bilirsiniz ki, mən Səbuhə xanımın bilməyənlər üçün deyim ki, biz demək olar ki, eyni vaxtda başlamışıq. Mən Səbuhə xanımın birinci direktorlarından olmuşam və o dönəmlərdə Səbuhə xanımın mənə yanaşması, mənim o problemlərin içindən məni çıxartması məndə ona qarşı bir dəyər bağı yaratdı. Yəni pul bağı deyil də, dəyər bağı yaratdı məndə. Və mən insanlara hisslərim çox güclü olduğu üçün dəyər verərək bağlanıram. Və keçən illəri Səbuhə xanımı belə gördüm ki, burada təkdir. Mən ona belə baxdım ki, yazdım, bir kəlmə yazdım. Səbuhə xanım da həmişə bunu deyir ki, bir dənə Aygün yazdı onu mənə ki, Səbuhə, sən orada təksən, hə, gələn mən sənin yanında olacam, mən səni tək qoymayacam da. Gördüm ki, tək qalıb da. Yəni, bilirsiniz, burada artıq pul, maddiyyat rol oynamır. Tamam, biz qazanırıq, müəyyən bir yerə gəlirik, pul bizə əl çatan olur. Amma elə şeylər var ki, orada dəyər, sevgi əsas rol oynayır da. Mənim üçün də bu çox böyük, vacib amildir. Ona görə də rəhbərlərinizi sevin deyərdim. O sevgi bağı olmasa, inanın ki, siz uğura çatacaqsınız. Qazanacaqsınız da, amma qazancınız bərəkətli olmayacaq. Mənə görə bu belədir, yəni. Çünki mənim qazandığım orta bir məbləğlə, mən bugün həyatımda çox şeylər eləmişəm, çox şeylərə nail olmuşam qazancımla. Mən düşünürəm ki, bunun əsas bağı hörmətdən, sevgidən, belə deyim də, ətrafında olan insanlara, nəinki rəhbərə.
komandamızı sevməliyik, rəhbəri sevməliyik, hər kəsə hörmətlə yanaşmalıyıq. Çünki bizim əgər özümüzə hörmətimiz varsa, biz qarşı tərəfə zaten onu ötürəcəyik də. Yəni insanın özündən başlayır. Öz dəyəri, müəyyən bir yaş dönəmi var ki, ondan sonra insan öz dəyərini anlayır artıq. O 35-32-dən sonra düşünürsən ki, hə, mənim artıq bu dəyərlərim var. Bax, o dəyərləri tanıyandan sonra ətrafa tamam başqa gözlə baxırsan. Yenə də deyirəm, mən düşünürəm ki, burada rəhbərliklə komandanın bağının olması çox böyük güc və qüvvədir. Bugün yəni Güc birlikdədir. Səbihə xanımı burada tək qoymamaq, onunla bərabər gəlmək, yəni ona olan sevgi həm də işinə olan Bəli, sevgi. mən bura zaten ailəmlə də gələ bilərəm. Məsələn, həyat yoldaşımla və yaxud da öz doğmalarımla, anamla, nə bilim, ailə üzvlərimlə də gələ bilərəm, evladlarımla da. Amma mənə pulsuz görə daha da gözəldir. pulsuz gözəldir təbii ki, amma yenə deyirəm, mən düşünürəm ki, mən məsəl üçün şirkət hər hansı bir aksiya qoyur. Mən deyirəm ki, mən onu qazanacaq gücdəyəm və qazana bilərəm də. Amma Səbahə xanımı keçən dəfə burada tək görməyim məni həqiqətən də silkələdi də. Yəni dedim, bu insan əziyyət çəkir də komanda üçün. Niyə görə mən orada tək qoymalıyam ki? Düşünürəm ki, bu artıq puldan da ötəsi bir şeydir. Yəni dəyər və sevgidir. Çox sağ ol. Siz sağ Ən olun. gözəlidir odur ki, sən yəni bu cürə rəhbərinə dəyər verirsən. Mənim də ən çox sevdiyim sevgi və dəyər. Dəyərdir, mənə görə də. Çünki qarşılıq, yəni bu anda insanı daha xoşbəxt edir. Düşünün ki, bir ailədir, orada söz-söhbət var, qarma-qarşılıq var. Necə olar? O ailədə deyirlər, bu zaten keçmişdən gəlib də bizə ki, Ruzi bəy, bu bizim mentalitetімizdir həm də. Sevgi olan yerdə həmişə artımda olacaq xoşbəxt. Sevgi, əgər məsələn komandalarda bir belə deyim qırğınlıq varsa, bir nəsə umlu küsü varsa, məncə elə Ramazan ayıdır, ən gözəl aylardan biridir. Onu mütləq yerə qoyun. İnanın ki, insanın egosunun yüksək olması onu yaxşı yerlərə aparmır. Çünki ego düşməndir. Belə bir kitabda var, onu da məsləhət görürəm, oxusunlar əgər kimdə belə bir problem varsa. İnşallah oxuyarlar. Öpürəm sizi. Çox sağ ol, Siz sağ olun. təşəkkür edirəm Siz əzizim. sağ olun, siz sağ olun.